Bu gün biz siz neçəsidir? Uşaqlar. Bu gün sizə indi öz datamızın üstündə və s. işləməyi öyrətdik, düzdür. Backend bizim deyildi, amma JSON serverdən qəşəng həll eləyirdik məsələləri. Hə. İndi bunu JSON serverdən başqa eləyən saytlar da var, belə qəşəng saytlarımız da var. Onlardan birini göstərəcəm sizə. Oy maşallah. Saytımızın adı Mock API-dir. Tamam. Belə bir sayt var. Bunu verəcəm sizə. Burada bir dənə gedək zəhmət olmasa. Neçənsiz siz? 2. JavaScript-də. Bunu inşallah tətbiq eləyəcək nəyin üstündə? Millət. Nəyin üstündə? Hər şeyi sizə göstərmişəm. Servis, başqa hər şeyi göstərmişəm. Düzdürmü? Ona görə çox da şey olmayacaq. JS-in altında script JS, onun da altında bir dənə servis JS. Tamam, bunlar burada qalsın. Bu da burada qalsın. Bunu da bura qoşaq ki, scriptin source-u JS-in içindəki script JS. Nə servis? Yaman servis. Modul, nə bilim nə. Millət, baxın, indi belə bir saytımız var. Mock API. Tamam. Biz bunu inşallah tətbiq eləyəcəyik. Bilirsiniz nəyin üstündə? Saytazın üstündə, amma tamamilə admin panel məntiqi ilə. Yəni, keçən dəfə yazdığımız kimi UI-dan admin panel yox. Artıq ayrı bir nəyim olmasını istəyirəm mən. Admin.html-in olmasını istəyirəm. Tamam. Index.html-dən də ora çıxış qoyacaq. Ya da ki, ümumiyyətlə çıxış qoymayacaq, sadəcə URL ilə gedəcək. Çünki adətən belə olur. Necə olur? Məsəl üçün mənim saytaz yox, oxu az. Tamam. Qorxdunuz? Başqa sayt gəlir. İkinci gəlir, birinci qutarmadan. Səslərini də çıxartmırlar. Nə? Saytaz nə vaxt yazmışıq? Mən vermişdim. Olanma. Saytazı yazmamışıq. Oxazı yazmamışıq da. Saytazı düz yazmışıq, düzdür. Heç nə yoxdur bu şeydə. Heç nə yoxdur saytda. Yəni PT qaçmağa ərinirsiniz da bu dəqiqə, yəni. Adam tutub döydürdəcəm hansı. Buranı bu da bu, hə. Deyib Bulqariya çalman soruş. Bulqariya bax getmir burada. Fixdir. Gördün, onu deyirəm. Hə. Mock API. Mock API-da millət, gəlin indi bunu sileyim. Mock API-yə girəsiniz gözəl qəşəng şəkildə. Girəndə Mock API-yə girdiniz. Login daha onu da öyrətməyim da, yaxşı. Login elədiniz. Buradan bir dənə user açdınız, İsayev. Burada bir dənə proyekt var da. Bu proyektin üstünə vuranda bizə deyir ki, name ver, ad ver buna. Bizim adımız olsun Oxaz da, yəni xəbər saytı. To do app xəbər app olsun. Ya da elə Oxaz qoyun. Nə istəyirsiniz qoyun. Oxaz. Tamam. API prefixə çox da ehtiyac yoxdur. Özü zaten verir. Əlavə endpoint əlavə eləməyin da buradan. Çünki özü verir /falan. Siz də qoysanız vapşı uzanır. Create-ə vurdunuz. Burada Oxaz deyə bir sizə proyekt yaratdı. Bu proyektin içinə girəndə sənə deyir ki, bax, sənə belə bir link verirəm. Tamam. Bu gördüyün sənin linkin olacaq nəminə. Burada deyir generate ol, reset ol, new source. New resource-a basırsan. Deyir ki, sən buradan konkret olaraq sənə şema verir ki, yarat. Enter meaningful resource name, it will be used to generate API endpoints. Sən verəsən bura xəbər, news verə bilərsən, hə? Xəbərlər. Çünki deyir ki, meaningful resource name ver, biraz mənalı da. It will be used to generate API-ın endpointlərini təyin eləməkdə istifadə eləyəcəm. Yəni gedib, nə bilim, şeylər yazmayın da, dağlarda gəzən oğlan zat endpoint belə. ID görsünüz burada deyir ki, özüm təyin eləyirəm, dəymə, əl vurma. Ondan sonra mən bura deyərəm ki, baxaq görək nəyimiz var. Məsəl üçün bir xəbəri götürək də. Xəbərin içinə girmək olurmu? Yes.
detail səhifəsinə girək. Ümumi baxaq görək, çünki millət baxanda bu obyektin üstündəkilərə baxmayın. Sırf görünüşdə daha az sizdə nə ola bilər? Property ola bilər, daha az value ola bilər. Amma ki, bura baxanda xəbərin title'ı var, bildiyimiz kimi, xəbərin title'ı var. Ondan sonra baxaq, xəbərin iç hissəsi var, promo olaraq xəbər. News deyim buna da, nə deyim millət? Xəbərin description, content. Also, content. Contenti var. Avatar yoxdur, şəkli var, düzdürmü? Xəbərin şəkli var. Kateqorisi var xəbərin belə. Ölüm xəbərləri. İlham ölüm. Nə edirsən hə? Aha biz tuturacaq. Qardaş YouTube'a gedir bu video. Hər ehtimala sayta da qurban olun. Hə, kateqoriya açdıq buradan. Kateqoriya ayırandan sonra baxdıq bir dənə. Axırıncı dəfədir görürsünüz mentoru. Bunda görürsünüz millət, nə var? Like da var. Baxış sayı belə var. Tamam. Like, dislike, normalda millət like-la dislike-ı əslində gülmə. Bir array'in içində yazırlar. Tamam, ayrı bir array təyin edirlər like-la dislike. Amma bizdə o qədər böyük belə şey olmadığı üçün like-la dislike ayıraq. Dislike. Başqa əlavə eləyək nə? View count. View bəs eləyir də elbin səndə. Kriminal. Cəmiyyət, digər, dünya. Qalan çox bir şey qalmadı. Məncə yaxşıdır, hə? Məncə yaxşıdır. Belə bu şəkildə tarix var görəsən şeydə. Bilmirəm ki, o KPI-də baxanda tarix, number, boolean. Buradan baxaq da. Objective array, name, full name. Şey deyəndə, number deyəndə, yox, gəlmir. Object array, date var. Oba, onda tarix əlavə eləyək. Date-də əlavə eləyək. Bax, title-a gedib deyirəm ki, title-ın içinə string gələcək. Millət, adlar çox dönəm kəsb eləmir da, sırf oxab. Biz sadəcə belə random bir şey yazırıq. Title-ın içinə gələcək string. Tamam. String gələcək. Bəs eləyir da mənə. Content-in içinə Faker.js-dən city name, country name, street, time zone, rabbit, human. Əslində buradan da product name, collection, engine, boolean, birth date, past, soon, weekday, account, week, currency, IBAN, mask, ISO, bu commit message, boy. Commit entry, commit URL, domain, email, HTTP. Oy Allah. Words. Lorem words. Hə? Bunu yadda saxladıq. Name, full name, name, first name. Baxın, bunu da qoya bilərdik. System, file, words, lorem, lines, paragraphs, sentences. Oba, o bu daha paragraphs. Məncə, hə? Birinci dəfədir mən də yoxlayıram, mən çox baxmayın. Görəcəyin olur. Burada da görək title deyə bir şey var şeydə. Faker.js-də gəlin baxaq görə title deyə bir şey var. Yox deyəsən. City name. Name. Company name. Yox, bunu göstərməmişəm. Job title. Əslində deyə bilərik. Sex type, suffix, common file. Məncə elə şey yaxşıdır. Bir dənə string verək. Tamam. Baxaq görək nə yaradır da. Olmasa özümüz dəyişərik əlimizdən. Kateqori. Nəyi dəyişdim? Adres. Buna number idi, eləmi? Yox, content nə idi? Contentə seçmişdik da. Faker, lorem. Düzdürmü? Paragraphs. Bu da ki string.
image-dəki Faker.js-dən image verirsən, mən bilən. Image avatar, image avatar, image verir, image data verir. İnşallah bu olar. Başqa görək nəsə var? Fərqi nədir ki, bildik ki, gün. Name, last name, label, job title, name, sex type, prefix nəmlə. Bir də option buradan seçirik da, hələ ki seçək. Kateqori, baxaq görək var, saati, görək. Animal kateqori, company, catchphrase, company. Kateqorini qoyduq, animal kateqori. Like, dislike qoyuruq nə? Number qoyuram. Number qoyuram. View-un da number qoyuram. Tamam. Date-i də qoyuram nə? Date-i də qoyuram nə? Date. Çox, qurtardı getdi. Yaxşıdır millət? İnşallah ki, yaxşıdır. İndi baxın, gedir ki, bax buradan deyir ki, get əməliyyatı olsun, news olsun, get by ID olsun, post olsun, put olsun, delete olsun. Hamısı var da prinsip. Tamam, düzdürmü? Patch varmı, yoxmu? Yazılmayıbsa olmaya bilər. Mən demişdim, sadətən putdan istifadə olunur. Getdim, create-a vurdum. Tamam, vso, deyir ki, yaratdı. İndi gör, hardan yaratdı? Baxıram, datama basıram, görürəm ki, heç nə yoxdur. Və gedirəm, bunu eləyirəm, baxın buradan 19 dənə. Data generated. Dataya baxıram. Gördünüz millət? Ağzına gələn deyəndə hamısını dediyimiz kimi yaradıb da. Yaradıb mı? Tamam. Yəni fake datadan o zordur. Yəni sən bunu istədiyin vaxt 20 ilə, 20 ilə 30 elə. Ondan sonra buna da basanda, baxın, ready print. Tamam. Tamam. Gördünüz, datanızda burada qəşəng şəkildə çıxır. Ondan sonra getdiniz bunu kopyaladınız, getdiniz atdınız servisin içinə, gəldiniz burada yazdınız ki, məndə function olacaq. Nə? Get all news, get all qəşəng servis adı verək. News function olacaq. Bu function deyin görək da, deyin, tez eləyin. Try catch burada const response bərabərdir. Fetch açdıq. Ondan sonra tez if res yoxdursa nə? Res nöqtə nə? Okay, ISO through new error. Nə olar çıxırdım burada, niyə çıxmadım? Error. Həmişə çıxır, nəsə. Error, nə bilim nə. Res nöqtə status verə bilərik, eləmi? Res nöqtə status fetchdə xəta baş verdi. Yaxşımı? Ondan sonra əgər yox, qayıdıbsa nə edirik? Const data bərabərdir. Res, gözəlsiz. Res nöqtə return. Ondan sonra return. Nəyi return edirik? Data. Ondan sonra async await. Bir dənə də burada yazaq ki, console log'a ver. Error nöqtə mesajını. Ondan sonra da bir dənə buradan bunu biraz aşağı salım. Bunu biraz async-ara yazıram. Yes, həmişə. Async-i bura. Await'i bura. Başqa? Await'i bura. Bir də export eləyirik. Export. Gözüm üstə. Export. Get all news. Tamam. Ondan sonra da gəldin scriptdən. İndi mən scriptdən deyəcəm ki, adminin içində məndə burada table'ım olacaq. Table birinci siz nəyə qoşuram? Tailwind'in CDN-ni qoşacağam. Tailwind CDN-i çox rahatdır. Ləzzət eləyir. Bir dənə bunu qoşdum. Ondan sonra bir dənə də Tailwind table yazırsan ki, bir dənə Tailwind table'ı tap ver mənə. Baxaq görək. Flowbyte-da nə var, nə yox. Flowbyte-dan da elə getdim. Məncə bu qəşəngdir. Getdim bunu götürdüm.
görək işləyir, işləmirsə CD-yə zad vurarıq. Baxaq bir dənə. Çünki JavaScript yoxdur axı belə baxanda. İşləyir. Gördünüz uşaqlar? JavaScript yoxdur axı. JavaScript olsa CD-ni qoşmalısınız. Çünki sizə skript qoşulmalıdır ki, görsün də JS-ləri. Amma JS yoxdur deyə bunu promoyuna yaza bilərsiniz. Düzdürmü? Bir dənə gedim buna table-a widthful. Sənin width-i verim təxmini 80 VB. Tamam. Margin auto. Tamam, ISO. Məncə 80 də azdır, belə 90-ımsı bir şey olsun. Elə 100 də pis görsənmirdi. MY yox, PY verək. Yuxarıdan aşağıdan məsafəsi olsun da. Bunun da olsun 5BH-lıq. Yaxşıdır. Tamam. Bu burada qalsın. İndi bunun içinə gəlib admin panel kimi nəylərimi salmalıyam? Datalarımı salmalıyam. Prinsipi mən buradan product name zad qalsın. Product name bizdə nə idi? Title idi. Nə var idi burada? News title, content, başqa kateqori, image. Ayda, TH-larım çoxaldı, hə? Başqa nə? Like-la dislike-i yan-yana şey eləyərik, çap eləyərik. View. Image çıxartdım. Like, dislike view-nu gəlin bir yerdə çap eləyərik yan-yana. Image-i bura qoyarıq. Başqa nə qaldı? Date. Kateqori. Qutardı həm? 1, 2, 3, 4, 5, 6. Mən verən qutardı. 8 dənə. İstəyirsiniz baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Qutardım elə. Düzdürmü? Amma onda biz də şeyi də düzəltməliyik da. Aləm dəydi bir-birinə. TH-dar yadınızda qalıb table yazmaq. Birinci bunlar nədir? Silver, Milver. Bura əlavə 2 dənə də gəlməlidir. TD 1, 2. Hamısından. Onsuz da bizdə millət bu olmayacaq da. Biz birini şey eləyəcəyik. İkisini sildim buradan. Tam biri lazımdır bizə kopyalamaq üçün. Düzdürmü? 1, 2. Hazırdırmı? Всё. Bizə bir dənə lazımdır hər dəfə TR çıxartmaq məhsula görə. Düzdürmü? Hər dəfə TR-ni ekrana vurmalıyıq datamıza görə. Ondan sonra bir dənə gedirik, nə edirik? Service JS-də bizə bu get all news-u götürürük buradan. Bir dənə script JS-də gedib deyirəm ki, məndə function olacaq. Birinci get data functionum olacaq. Get data functionum məndə yenə async await işləməlidir. Async get all news işləməlidir. Get all news məndə gəlib datanın içinə atmalıdır. Məndə də data olmalıdır burada. Let data bərabərdir belə bir şey. Bu da await-lə olmalıdır. Ondan sonra bu da mənə console log-a datanı verməlidir. Ondan sonra da get data functionum işləməlidir, zəhmət olmasa. Bir dənə baxıram. İşləmir hal-hazırda. Çünki niyə? Bəli, servis nöqtə. Çünki biz buna baxmalıyıq, millət. Biz bunu admin panelə qoşmalıydıq. Hələ belə. Tamam. Skriptə admin panelə hələ ki qoşmalıydıq. Düzdürmü? Düzdür elə, düz. Source-u JS-in içindəki script JS type-ı da modulda. Düzdürmü? Biz admin panelə çıxartmaq istəyirik datanı. Çox düz. Ondan sonra baxıram ki importda problem .js gəldi. Gəldisə, mən datama görə artıq function print table. Tamam, print table-ımı ekrana vuraram. Table-da nəyə görə ekrana vurursan? Gedib deyirsən ki, datanı nöqtə for
iç eləyirsən, element, newslarımı ekrana vurursan, deməli, newslarımı ekrana vuranda gedib buradan bir dənə mən nəyini için atmalıyam? Baxın, hər dəfə bu TRM kopyalanmalıdır, düzdürmü? Düzdür. TR nəyin içindədir? T-body'nin içindədir. Gedib bir dənə T-body'ni tutaram buradan. Gəlib deyərəm ki, bura. İncə elə burada tutaq. Const table deyə bilərik, T-body də deyə bilərik. Elə T-body bərabərdir document.query selector T-body. Normalda verirdi belə bir şey. Var idi millət. Təzədir. Ola bilər. T-body. Gedib deyərəm ki, T-body nöqtə inner HTML plus bərabərdir. Hər dəfə datam qədər TR atarsam məndə ekrana. Düzdür? Məncə düzdür. Ondan sonra print table harda çağırmalıyam? Təbii ki, burada. Çünki get datadan sonra işləməlidir. Düzdürmü? Baxıram, çıxdımı? Çıxdı. Ondan sonra bura verəcəm ki, sən news nöqtə title, ondan sonra gedirəm hamısına. Bunları silirəm, sizi də silərəm. Bir dənə də belə silim, heç nə olmaz. Bura gəlib deyirəm ki, news nöqtə. Ondan sonra nədir? Content kategory. Image date. Content kategory like, dislike, view. 3 dənə bir yerdə. Tamam. Like, dislike, view. Tamam. Ondan sonra burada deyirəm ki, news nöqtə image date. Bunları da bir dənə. Baxıram bir dənə. Oba! Millət, bu gördüyünüz hal-hazırda, yəni bildiyiniz admin paneldir. Özdə image niyə bura belə verdik ki, deyə də bilərsiniz. Çünki haqlısınız. Yəni burada bir dənə source verəsən, source niyə dursun ki, elə image gör də source-dan nə biləsən image nədir? Baxın. Ona görə deyərsən ki, news.image zəhmət olmasa. Superdir. Bunun table'a bunun bir dənə width verərəm. Class verərəm ki, width 50 piksel bəs eləyər. Amma bunun bunun şeyləri yığışdıraq. Tamam. Bəli, P-ləri yığışdıraq. Bunun özünə müəyyən qədər class width verim ki, sənin width-in olacaq 150 piksel. Tamam. Height-ın da olacaq. Yox, height-ı verməyim. 150 piksel təxmini. Amma uzunluğu nəyə görə? Uzunluğu buna görə təyin edir bu. Və inanılmaz bütün sətirlərdə PY-in var mənim. Çox yekədirlər. Düz demirəm. Bu 1 olsa bəs eləyər, millət. Bu nədir belə? Sol. Məncə belə daha yaxşıdır. Və buna kontentə çox da baş yormasın deyə 40 dənə karakter göstər, qalanına nöqtə qoy ki, güya nöqtələrdir. Amma yenə çox. Image, height-a görə. Height nə qədər verilib ki, bunların? Verilib. Bu nədir? TH. Tamam, TH-ın olsun. TH buradır. Yox. Birinci TH-a, yox, birinci buradır. Tamam. Ondan sonra yox, düz. Bəs height nəydə var? Bu nədir? Bunda da çoxdur da, qardaş, bu qalıb. P-1. Image-in ölçüsünə görədir, millət. Image-in ölçüsünə görədir. Onda bir dənə gedək. Buna da deyək ki, H
100 pikselin sənə də width full verək. Ya da 150-nin elə. 150-nin width full. Tamam. Neydi? Object. Belə idi. Tamam. Görsənir də. Tamam. Normaldır mı? Normaldır. Ondan sonra millət, burada bizim bir dənə də olmalıdır. Bilirsiniz nəyimiz? Date'dən sonra bir dənə də TH-ımız olmalıdır burada. Burada. Bunun da adı olmalıdır. Əməliyyatlar. Operations. Operations yox. Nə qoyarıq? Actions. Sən nə gözəl insansan. Crowd. Düzdürmü? Qoyaram bura. Burada da zəhmət olmasa burada da nə qoyarıq bura? Bura 3 dənə qəşəng button istəyirəm. Yox, bu tutrapı neyirsən elə şeydən? Orada yadımdan çıxdı. Adı neydi millət CD-nin? Yox, ikon götürürük. Font House'un, hə. Font House'undan. Font House'undan da gedib 3 dənə bura şey qoyarsınız. Nə qoyarsınız? Edit. Tamam. Bir dənə edit, bir dənə trash can. Niyə hamısı pullu deyil? Trash can. Bir dənə create zaten olacaq millət. Burada yazacağıq. İnşallah burada bir dənə create düyməsi qoyacağıq. New. Edit, delete. Nə qaldı ki başqa? Məncə işə qalmadı. Bir də view üstünə basanda görünmək. Zaten basanda açılacaq da görünəcək. Düzdürmü? Başqa heç nə qalmadı mən biləm. Bir də bunun Font House'un CD-ni qaldı ki, onu kopyalasaq göz olur. Onu da buradan götürsən, gəlsən adminin içinə, bura kopyalasan. Oldu mu? Oldu. Tamam. Bunun rəhlərini və s. dəyişəcək. Qalan hissə. Neyniyəcək? Burada admin panelimizi yazıyıq. Buradan üstündə əməliyyatlar eləyəcək. O biz tərəfdə də ekran məsələsini eləyəcək və həmişə bunun üstünə davam edəcək. Bu qədər. Başqa? Bunun mock API ham başa düşdü işləmə məntiqini. Və millət, baxın buradan istədiyiniz vaxtı datanı 3 eləyin. Gəlin burada. Refresh verin. 3 dənə data olsun. İstədiyiniz vaxtı datanın içindən edit eləyə bilərsiniz. Bunu dəyişə bilərsiniz. Imagini və s. İstənilən vaxtı da çoxaldın datanı. Deploy nədir? Gör, məsəl üçün, mock API-mi bağlayanda mock API-mi. Bura nəsə olur? Yox. Deməli, deployda problem olacaq. Yox, ISO qurtardı getdi.